Azərbaycan Rusiyanın təsirindən uzaqlaşır. Qonşu ölkələr Ermənistan da Rusiyadan uzaqlaşdığı halda Gürcüstanda vəziyyət əksinədir. Azərbaycan hakimiyyətinin əsas tərəfdaşı olan Türkiyədə də antidemokratik mühit irəliləməkdədir. Azərbaycanın Rusiya təsirindən zamanla çıxması və regiondakı siyasi qüvvələrin dəyişməsi ölkədəki siyasi mühitə necə təsir edəcək? Siyasi şərhçi Elman Fəttah deyir ki, Ərdoğan uzun müddət Türkiyədə rəqabətli avtoritarizm modelini ustalıqla tətbiq etdi. Ancaq artıq yeni mərhələyə, hegemon partiyalı sistemə keçid etməkdə israrlıdır. Bu prosesin Azərbaycana təsiri olmayacaq. Ona görə ki, Azərbaycanda artıq bu rejimə illər əvvəl keçilib. Azərbaycanda biraz hibrid formada həm bürokratik, həm oliqarxik avtoritarizm bir-birini təqib elədi. Başlanğıcda demokratiyanın imitasiyası, daha sonra oliqarxik avtoritarizm, sonraki mərhələdə müəyyən qədər bürokratik avtoritarizm və nəhayət etibarilə bu gəldi çıxdı bizim bugün gördüyümüz tək adam və yaxud ailə avtoritarizmdə. Yəni bütövlükdə dünyada pik nöqtə 2006-cı ildir ki, demokratik ölkələrin sayı pik həddə çatmışdı. Ondan sonra sürətlə geriləmə prosesi yaşayır. Dediyim kimi, əvvəl bunu gənc demokratiyalar yaşadı. Daha sonra müəyyən qədər oturuşmuş demokratiyalarda, məsələn, Türkiyəni buna misal çəkmək olar, bu prosesi yaşamağa başladılar, demokratiyanın geriləməsi prosesini. Bu məsələnin hətta Avropaya, hətta Amerikaya sıçradığını da biz asanlıqla müşahidə edirik. Yəni, bu böyük bir qlobal bir tendensiyadır. Ərdoğan da bu qlobal tendensiyada olan fürsətləri qaçırmaq istəmir. Yəni, özü üçün belə bir məsələlər qurur. Digər aspektdən, strateji, geopolitik aspektdən Azərbaycanla bağlı məsələyə baxsaq ki, bir yandan Rusiyadan uzaqlaşır, Türkiyə ilə yaxınlaşır, bu nə anlama gəlir? Bu, avtomatik olaraq qərblə yaxınlaşmaq anlamına gəlməyəcək. Siz fikir verirsinizsə, Çinlə sıx əməkdaşlıq məsələləri gedir. Bu yaxında bizim analitik mərkəzin 2 yazısı olub Çin Azərbaycan münasibətləri ilə bağlı. Son bir ildə 2 dəfə strateji sənəd imzalanıb Azərbaycanla Çin arasında. Azərbaycanın Rusiya ilə olan münasibətlərini indi Çinlə əlaqələr əvəz edəcək. Beləliklə, Avropanın demokratik mühitinə bu dəfə başqa müttəfiqlərlə müqavimət göstəriləcək. İlham Əliyev bu cür siyasətlərlə həm regionda Rusiyanın baskısına müqavimət göstərə biləcək, Çinin yumşaq gücü və Türkiyənin dəstəyi ilə, eyni zamanda da Türkiyə-Azərbaycan-Gürcüstan avtoritar yaxınlaşması, Mərkəzi Asiyada artıq çoxdan formalaşmış və oturuşmuş avtoritar hökumətlərin müəyyən koordinasiyası ilə bu iki regional avtoritar birliklə də Qərbin demokratikləşməsinə qarşı öz müqavimətini formalaşdırmağa çalışacaq. Yəni, Azərbaycanı perspektivdə görünən məsələ budur. Yəni, hər hansı formada baş verənlər Azərbaycanda bir demokratikləşmə ümidi yaratır. İndi Cənubi Qafqazda siyasi mühiti formalaşdırmaq üçün Avropanın necə hərəkət edəcəyi sual edilir. Konfliktoloq Arif Yunus hesab edir ki, Avropa bu dəfə Cənubi Qafqaza böyük rəqabətlə girməyəcək. Avropaların demək olar ki, bütün ümidləri Amerika ilə bağlı idi. NATO deyəndə onlar hesab edirdilər ki, onlar yalnız maliyyə dəstək verəcəklər, yəni lazım pulları verəcəklər. Amma hər şey ABŞ-ın nəzarət altında olacaq və sanki sabah hər hansı bir ölkə ilə Avropa Birliyin problemləri olsa, ilk növbədə Rusiyanın misal üçün Amerikaya yardım edəcək. İndi biz görürük ki, bu belə deyil və Avropalılar indi ilk növbədə bu haqda düşünürlər. Birincisi, onlar başa düşdülər ki, Amerika uzaqlaşır. Amerika Trump'ın dövrdə açıq şəkildə bildirir ki, Avropada gedən proseslər Amerika aid deyil. Açıq şəkildə Trump və onun komanda üzvləri deyirlər ki, bütün sizin problemləriniz və ilk növbədə Rusiya ilə bu sizin şəxsi problemlərinizdir. Biz müdaxilə etməyəcək. Ona görə indi Avropalar düşünürlər ki, birincisi, nə etmək lazımdır? Pullar hardan tapmaq lazımdır? Tutaq ki, indi Avropa, NATO hətta belə bir məsələ qaldırılır ki, NATO'da hər şey indi Avropalıların əlində olsun, amma vəsait lazımdır. Hardasa bir yaxın illərində 800 milyard avro
məbləğində müdafiə məsələlərlə bağlı. Amma onlar elə hazır deyil. Götürün tam ki Rusiyanın Polşaya qarşı dron hücumları, niyə görə misal üçün həm NATO, həm Avropa Birliyi rəhbərliyi onların reaksiyası biraz sərt xarakter daşımır. Hazır deyirlər. Yəni onlar hesab edirlər ki Rusiya ilə gec-tez müharibə olacaq, amma ya gələn il, ya da ən yaxşı variant 27-ci ildə. Amma hazır deyirlər. O ki qaldı, indi Cənubi Qafqaz o bir nömrəli məsələ deyil Avropalılar üçün.